Qurban müəllim, əvvəlcə təbrik edirəm qələbə münasibəti ilə. Eyni zamanda çempionluq münasibəti ilə təbrik edirəm. İlk sualım əvvəlcə eləməsi bu oyunla bağlı olacaq. Oyunla bağlı fikirləriniz maraqlıdır həqiqətən. Məncə çox belə keyfiyyətli bir oyun alındı. Baxmayaraq xeyli dəyişikliklər etmişdik və hətta sistemdə biraz dəyişikliklər etmişdik. Buna baxmayaraq oyunun əvvəlində bəzi anlaşılmazlıqlar oldu, amma ümumən götürsək oyunun keyfiyyəti demək olar ki, çox yaxşı səviyyədə oldu və oyun nizam-intizamı sona kimi qorunub saxlandı. Bu mənim üçün çox vacib idi. Və belə məncə bu oyunun yaxşı analiz eləyib bizim gələcəkdə istifadə edəsi bir şansımız oldu. Ümumilikdə Qarabağ komandası tarixində 12-ci çempionluğunu qazandı bu mövsümdə və istəyirəm hazırda ümumi mövsümü dəyərləndirəsiniz bizim üçün. Mövsümün əvvəlindən, mövsümün ortasında baş verənlər, mövsümün sonluğu, bəzən çətin oyunlar da oldu, amma ümumilikdə götürsək komanda növbəti tarix yazmaqdadır və qızıl dubl etməyə çox yaxındır. Yəni 12-ci çempionluq qazanılıb, eyni zamanda da ölkə kubokunun finalına komanda vəsiqə qazanıb. Bütün bu mövsümü necə dəyərləndirərsiniz? Məncə qənaətbəxş, çünki ümumi götürsək, çempionatı tək nəzərə alsaq, həm də kuboku, demək olar ki, bugünə kimi qarşımıza qoyulan məqsədi maksimum yerinə yetirmişik. Sadəcə qalıb kubokun finalı və buna da inanıram ki, futbolçular özlərini ən yaxşı tərəfdən göstərmək üçün qarşıdakı günlərdə öz hazırlıqlarını yaxşı bir səviyyədə edəcəklər. Ümumi sadəcə biraz Avrokubokları götürsək, nəticə baxımından bəli, heç də ürək açan olmadı, amma ümumən götürsək böyük bir təcrübə topladıq və çox oyunlarda oyunun gedişatına görə bəlkə də məğlub olmalı deyil idik. İstənilən 2 qalibiyyət bizi bugün daha yaxşı notlarda fikir söyləməyə gətirib çıxaracaq idi, amma mən bilirsiniz, həmişə bildirmişəm ki, bəzi məğlubiyyətlərin faydası bəzi qalibiyyətlərin faydasından daha çox olur. Gələcək üçün, gələcəyə biz baxası olacaq. Buna görə qənaətbəxş, çünki futbolçularım çox əziyyət çəkdilər. Həm zədə baxımından, həm ümumi sezonu götürsək, demək olar ki, bir 10 ildir futbolçular eyni tempdə klub olaraq öz işimizi qoruyub saxlayırıq və neçə illərdir bu tempdə öz performanslarını qoruyub saxlayırlar. Bəlkə də kənardan bizim gördüklərimizi görmürlər, amma ümumi götürsək, mən futbolçularımdan çox razı qaldım. Sadəcə bir neçə futbolçunun ola bilər ki, performansı mənim istədiyim səviyyədə olmadı, amma onun da bir böyük faydası oldu. Və çox istərdik ki, azərkeşlərimiz üçün daha çox qalibiyyətlər, daha çox zəfər nəsib elə, amma sadəcə bir onu bilsinlər ki, biz həmişə ürəklə çalışırıq, həmişə məsuliyyətlə çalışırıq, o cümlədən də futbolçularımız. Buna görə mən razı qaldım futbolçularımdan və inanıram ki, qarşıdakı oyunlarda daha yaxşı oyun, daha yaxşı nəticələr göstərəcəyik. Çox gözəl an idi həqiqətən də. Qurban Qurbanov danışdığı anda azarkeşlər də məhz Qurban Qurbanov şüarını səsləndirdilər. Son sualımı verəcəm Qurban müəllim. Qarşıda kubokun finalı var və ondan daha sonra artıq Avrokubokda yeni mövsüm başlayır. Avrokubok üçün hazırlıq indidən sizin üçün başlamaqdadır, yoxsa hələ ki qısa müddəti ən vacib məqsəd kuboka hazırlaşmaqdır, kubokun finalına hazırlaşmaqdır? Yox, inanın ki, hal-hazırda Avrokuboklar haqqında düşünmürük. Çünki əvvəl qeyd elədiyim kimi futbolçuların neçə illərdir çox yükləniblər və bugündən biz onların belə deyək, qarşısına Avrokubok haqqında hansı bir məqsədi qoysaq, ola bilər ki, bizim üçün onun faydası olmasın. Yenidən futbolçuları yormaq olacaq, bu yenidən futbolçuları psixoloji bəlkə sıxmaq olacaq. Ona görə hal-hazırda ümumən belə bir fikrimiz olmayıb. Sadəcə biraz bu müddətdən şükürlər olsun Allah, bir neçə tur qalmış biz çempionluğumuzu təmin etdik və bundan istifadə edib futbolçularıma bəzən daha çox istirahət etməyi, daha çox bəzi yükləmələrdən uzaq olmağı ki, onların düşüncələrində biraz necə deyim, futbola aclıq olsun ki, qarşıdakı məşqlərimizdə, oyunlarımızda daha istəkli olsunlar. Ona görə hal-hazırda ümumiyyətlə Avrokubok haqqında düşünməmişik.
Təşəkkür edirəm sizə. Həm qələbə münasibətilə, həm çempionluq münasibətilə təbrik edirəm. Uğurlar sizə. Sağ olun.